Değerli müşterilerimiz, hoş gördük her birinizə. Bugün sizə günün sürprizini eləməyəcəm. Bu ilin sürprizidir. Çünki niyə? 413 manatdan Xırdalanda mərkəzdə 3 otağa düzəlmə, kupcalı, kreditdən ev çıxartmışam. Evə bax, kvadrat aylıq 413 manat. Hal-hazırda bu evin elə kirəsi 550 manatdır. 3 otağa düzəlmə mərtəbədə idealdır, bəri başdan deyim. 15 mərtəbə binanın 11-ci mərtəbədir. Heydər Parkından üzbəyəz, musiqi məktəbindən üzbəyəz, körpü binanın məxsus olan bu qərb uzunluğunda MTK-da yerləşən mənzilimiz satışa çıxdı. Deməli, ilkin ödənişi deyim, 60 min ilkin ödənişidir, 4%dir. Mənzilimizin qonaq otağı və zal studiya tipli bir mənzildir. Sistemin kombidir. Binanın içədə sigma liftdir. 2 mərtəbə yer altı qarajı var bu binanın. Böyük, geniş həyətyanı sahəsi və ehtiyat su ambarı 24 saat mühafizəsi. Bu mənzilin 2 dənə qoxnası var. Bir burada zal studiya, bir də eyvanda qardaş qoxna yaradıb. Orada da qızartma yeməkləri üçün ayrıca. Deməli, buradakı əşyalar çıxır. Bu əşyalardan da deyim, dəyərli müştərilər. Burada qoxna yeri, kermoqran hissəsi poldur, bir də giriş hissəsindədir. Sanitar qovşağı. Gəl bərəz qardaşım. Şəxsi özü üçün təmiri olmuş bir mənzildir. Duş kabinə, moydadırı, hamısı var. Mənzilimizin əsas yataq otağı. Deməli, kondisioner qalır. Yataq dəstəsi çıxır. Belə mənzilin satışı vallahi billahi heç bir gün çəkmir. Körpü binada bir dənə belə çıxmışdı, bir günə alındı. Bu ikinci partiyadır. Geçək. Deməli, sonuncu əsas yataq otağından da size edeyim. Keçək uşaq otağına. Allah Allah hər bir evi uşaqlı qarar eləsin. Burada uşaq otağıdır və burada yay mətbəxi. Dediyim mətbəx buradadır. Qızartma yeməklərinizi pişirmək üçün ayrıca yay mətbəxi. Xırdalanın tam mərkəzi. Biraz arxaya çəkir əziz qardaşım. Xırdalanın tam mərkəzi. Körpü bina. Heydər Parkının yanı. 3 otağa düzəlmə. Ümumi sahəsi 65 kvadrat. Mərtəbə ideal. 11-ci mərtəbə. Aylıq 413 manat. İlkin ödəniş 60 min. Alıb bu mənzili istəsəniz elə kirəsi 550 manatdır. Super təklif, super qiymət. Kimə maraqlı olsa bizimlə əlaqə saxlasın. Yenə deyirəm, bir günə satılan mənzildir. Bugünlük bu qədər, sağ olun, var olun.